Dostlar, diqqətli olun. Hazırda Amerikada təhlükəli ştatların adını çəkəcəm və bu ştatlar nəyə görə təhlükəlidir, onların açıqlamasını verəcəm. Louisiana ştatı təhlükəli ştatlar sırasındadır. Burada cinayət hadisələrinin sayı olduqca çoxdur, qətl hadisələrinin sayı olduqca çoxdur və ştatın New Orleans şəhəri ümumiyyətlə qətl hadisələrinə görə, soyğunçuluğa görə ön plandadır. Mississippi ştatı yüksək cinayət göstəricilərinə görə tanınır. Burada xüsusilə yol təhlükəsizliyi sahəsində böyük problemlər var. Və Mississippi ştatı Amerika Birləşmiş Ştatları arasında yoxsulluq səviyyəsinə görə ön sıralarda durur. Arkansas ştatı şəxsi və yaşayış sahəsində aşağı göstəricilərə malikdir. Bu ştat xüsusilə təhlükəli məhəllələri ilə seçilir. Bu ştatda xüsusilə Little Rock şəhəri var ki, burada soyğunçuluq hallarının sayı hər il getdikcə daha da çoxalır. Təhlükəli ştatlardan danışırıqsa, orada Michigan ştatı da yer alır. Təbii ki, bu ümumi ştata aid deyil. Buranın xüsusilə Detroit şəhəri xüsusilə fərqlənir. Burada demək olar ki, ailələr bu ştatlarda qalmırlar, yaşamırlar. Soyğunçuluq halları, narkotik hallarından istifadə, ümumiyyətlə silahlı soyğunçuluq, ailə daxili münaqişələr bu ştatda daha çoxdur. Və saydığım Louisiana, Mississippi, Arkansas, Michigan ştatlarının təbii ki, təhlükəsiz yerləri də var. Bütün ştata aid eləmək olmur. Amma təbii ki, təhlükəli ştatlardan danışırıqsa, bu ştatların adını çəkməliyik.